Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Bilirsiniz ki, qardaşlar, Allah Azza və Cəllənin şəriəti, Allahın dini bu şəri hökmlərdən ibarətdir. Və biz şəri hökmlər deyəndə nəyi nəzərdə tuturuq? Allahın əmirləri, bir də qadağaları. Ümumiyyətlə, şəriət deyəndə, şəriətin hökmləri, əhkamlar deyəndə bu iki şey nəzərdə tutulur. Yəni, Allah və Rasulü nəyi əmr edir və Allah və Rasulü nəyi qadağan edir. Bu şəriətin hökmləridir. Və bu hökmlər üçün şəriətin məsdərləri var. Məsdər yəni mənbə. Hansı ki, əhl-i sünnəni digər firqələrdən ayıran xüsusiyyətlərdən birisi də budur. Əhl-i sünnəni digər firqələrdən ayıran əsas xüsusiyyətlərdən birisi budur. Nə? Həmin şəriət məsdərlərini düzgün təyin etmək. O elə bil ki, ağacın köküdür. Bu ağacın kökü düz qoyulmayanda, bu və evin təməli deyək, düz qoyulmayanda, onun üzərində bina edilən şey də düz istiqamətə gelmir. Və əksər o bidət firqələri ki var, bəzən hətta qardaşlarda belə suallar ortaya çıxır ki, yəni özünə mən müsəlmanam deyən və mən Qur'ana iman edirəm deyən kəs və ya firqə, kim olur olsun. Məsələn, filan sözü necə deyə bilər? Filan əməli necə edə bilər? Necə bu fikrə gələ bilər? Bəzən təəccüblə qarşılayırıq bu şeyləri. Amma səbəb nədir? Səbəb o məsdər ki var, şəriətin məsdərləri, onun düzgün təyin edilməməsi. Çünki təməl düzgün olmadığına görə, düz olmayan təməldən də çıxan nəticə, onun üzərində bina edilən şey də düz istiqamətə yönəlmir. Ona görə əhl-i sünnədə, və bu qeyd elədiyim kimi, əhl-i sünnənin digər firqələrdən elə bil ki, ayıran əsaslardandır ki, əhl-i sünnədə şəriətin məsdərləri var. O düzgün təyin edir. Və o məsdərlər nələrdir? Həmin mənbələr, birincisi, Quran və sünnə. İlk növbədə. Yəni, məsələn, elə firqələr var ki, o firqələrdə ağıl məsdərdir. Məsələn, rafizlərdə ədillətü şəria ki var, şəriətin dəlilləri, məsələləri, o məsələlərdən birisi nədir? Ağıldır. Təbii ki, onlar bunu özlərindən kəşf edəməyiblər. Bu əslində bunun təməlini hansı firqə qoyub? Mu'təzilə firqəsi. Mu'təzilə firqəsinin etiqadına görə ağlın yaxşı gördüyü şey yaxşıdır, pis gördüyü şey pisdir. Yəni, ağıl nəyisə təyin edə bilir şəriətdə, hökm qoya bilir. Bu olar və bu olmaz. Ağıl. Amma əhl-i sünnədə ağıl mütləq, yəni müstəqil mənbə sayılır ya yox? Yox. Ağıl Quran və sünnədən kənar, yəni Quran və sünnədən mücərrəd hökm qoya bilməz. Fikir versən. Deməli, məsdərin təyin edilməsi bu bizimlə digər firqələri ayıran əsaslardandır. Və ya məsələn, elə firqələr var, xüsusən sufi təriqətləri. Onlarda bilirsiniz məsdər nədir? Yuxu. Bu gülməli gələ bilər, bu həqiqətdir. Onlar bugün mövcudlar, yer üzündə yaşayırlar. Ərəb ölkələrində və elə ən yaxını Türkiyədə. O Türkiyədə olan təriqətlər ki var, o təriqətlərin ən əsas məsdəri, mənbəsi yuxudur. Şeyxin gördüyü yuxular. Onunla təyin edirlər haram halalları. Onunla təyin edirlər o müridin istiqamətini. Mürid, yəni o şeyxin tələbələri. Onlar üçün ibadətdə hansı istiqamət təyin ediləcək falan. Bunu onlar üçün Quran və sünnə təyin etmir. Şeyxin gördüyü hansı yuxu təyin edir. Və hətta əhl-i sünnəyə tənə edərək nə deyirlər? Onlarda belə bir şuar var. Deyirlər ki, siz deyir, dininizi ölülərdən, biz isə birbaşa diridən götürmüşük. Bu sufilərdə məşhur şuardır. Və güya ki, bununla əhl-i sünnəyə tənə edirlər. Deyirlər ki, siz dininizi ölülərdən, yəni ölülər deyəndə kimlər nəzərdə tutulur? Yox. Başqa şey. Yox.
Əhl-i sünnədə fikir verirsiniz, əhl-i sünnənin adı üstündədir. Nədir? Əhl-i sünnə, sünnət əhli. Və ya bunun başqa bir sinonimi nədir? Əhlül əsər, əsər əhli. Bu əhl-i sünnənin vəsfidir, adı üstündədir. Yox, əhli deyil. Ağıl və s. Rəy, fikir, fəlsəfə. Yox. Nədir? Sünnə əhli, əsər əhli. Din bunun üzərində qurulub. Necə ki, sələflərdən biri deyir ki, əgər isnad olmasaydı, isnad, sənəd, isnad olmasaydı, istəyən istədiyini deyərdi. O istəyənin istədiyini deməsinə mane olan nədir? İsnad. Ona görə sələflər deyərdilər ki, isnad nədir? Dindir, dindəndir. Yəni, sənin dinin budur. Elə İslamın digər dinlərdən fərqi nədir? Xristiyanlıqdan, yahudilikdən. Çünki İslam isnad dinidir. Və İslam digər dinlər arasında nədirsə əhl-i sünnədə, İslam içində digər firqələr içərisində odur. İsnadla seçilir. Ona görə deyilməyib əhl-i təsavvuf, əhl-i şia, əhl-i kələm, kəlam əhli, tərəfdarlıq şiəçilik, təsavvuf yox. Deyilib ki, əhl-ül əfər, əsər əhli, əhl-ül hədis, hədis əhli, əhl-i sünnə, sünnə əhli. Hətta müxaliflər belə bizi belə adlandırırlar. Yəni, məsələn, kəlam əhli, güya əhl-i sünnəyə təyin etmək üçün nə deyirlər? Deyirlər ki, məsələn, hədə huvə qovluna, bu bizim sözümüzdür. Və əmmə qovlu əhlil əfər, əv əhlil hədis. Hədis əhlinin sözünə gəldiydə isə, özləri deyirlər, ha. Başa düşürsən? Deyirlər, bizim etiqadımız, yəni kəlam əhlinin, kəlam, budur. Hədis əhlinə gəldik, yəni müxalif belə etiraf edir ki, sən və mən nəyik? Biz əsər əhliyik, hədis əhliyik. Və bu hədisləri, bu əsərləri, bu sünnəni bizə nəql edən kimlərdir? Ravilər deyil. Yəni, o sahabələrdən. Və bu ravilər, bu kişilər, ki, elə buna da hədis elmində nə deyilir? İlmur rical, rical elmi, kişilər elmi. Çünki bu kişilərin dinidir də, aydındır, kişilər elmi. Baxma ki, o ravilər içərisində qadınlar da olub. Məsələn, elə təkcə bunu demək kifayət edər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən ən çox hədis nəql edən 7 sahabədən birisi. Yəni, ən çox hədis, yəni 1000-dən artıq hədis. Ayşə anamız, radiyallahu anhə, möminlərin anası. 2000-dən artıq hədis nəql edib. Amma ümumilikdə, İmam Buxarinin şeyxlərindən olub, qadın. Amma ümumilikdə, o ravilərin əksəriyyəti 99%. Kişilər olduğuna görə bu elmin də adı qalıb ilm-ül rical, kişilər elmi. Və bu ravilər, bu hədisləri bizə nəql edən ravilər, bunlar indi sağ deyirlər, hamısı qəbirlərdədirlər, ölüdülər. Və sufilər onu deyəndə bunu nəzərdə tuturlar. Deyirlər ki, siz elmi qəbirdəkilərdən, ölülərdən, yəni ravilərdən isnadı nəzərdə tutur. Aydındır. Biz isə birbaşa diri olandan, yəni Allahdan almışıq. Yuxunu nəzərdə tutur. Çünki deyirlər ki, yuxu, şeyxin gördüyü yuxu, o şeyxin gördüyü yuxu Allahdandır. Yəni Allah o şeyxə ya qəlbinə ilham edər, ya yuxusuna salar, nəyi necə etmək lazımdır. Onlar da mənbər. Və deyirlər ki, siz deyir, dininizi ölülərdən biz isə diri olandan almışıq. Bu yerdə İbn Hüseyin Rahimullahın tələbələrindən birinin danışdığı qıssa yanına düşdü. Tələbəsi deyir ki, şeyxə bir gün sual verirlər. Yəni Şeyx İbn Hüseyin Rahimullah. Bir arada mən sizi yuxuda görürəm və sizə yuxuda bəzi suallar verirəm. Və siz də bu suallara cavab verirsiniz. Yəni şərən icazəlidirmi? Olarmı ki, mən o yuxuda sizdən aldığım fətvanı insanlara deyim? Deyim ki, yəni İbn Hüseyin belə deyir. Şeyx Rahimullah da deyir ki, vallahi mən səni bilmirəm, amma özümü dəqiq bilirəm ki, mən yuxuda dəst edirəm. Mən canlı adamlara dəst edirəm. Əgər yuxuda hansısa şeyxin fətvasını nəql etmək olmazsa, yəni bir bəşərdir də, bəşərin adından yuxuya istinad edərək nəsə demək olmazsa, o yuxuya əsasən Allah adından danışmaq necə? Təsəvvür edin, bunlar onu deyir. Bunlar ona etiqad edir. Və əhl-i sünnənin etiqadı budur ki, dinin mənbəsi Quran və sünnədir. Allah Azze ve Celle buyurur ki, Ya eyyühəl-ləzīnə əmənu əti'ullaha və əti'ur-rasul və la tubdilu a'mələkum. Bu qəbildən olan Quranda nə qədər ayələr? Ey iman edənlər, Allaha və Rasuluna tabi olun, öz əməllərinizi puç etməyin.
Çünki Quran və sünnəyə, Allah və Rasuluna muvafiq olmayan hər bir əməl batildir. Elə bu ayəyə əsasən və bu kimi nə qədər ayələr. Lakin Əhl-i Sünnənin o digər bidət firqələrindən əsas ayrımı bunda deyil. Quran və sünnəyə tabiçilikdə deyil. Nə üçün? Çünki o firqələr ki var, dedik, bəziləri ağlı da özlərinə mənbə sayırlar, bəziləri yuxunu, bəziləri kəşf, bəziləri qəlbə gələn ilham və s. Batil yollardır. Lakin bunlarla paralel, doğru, düz, səhv, əyri, ən azından dildə də olsa, onlar da deyirlər, etiraf edirlər ki, bizim də dində mənbəmiz nədir? Quran və sünnə. Bu da başa düşüləndir. Çünki mümkündürmü ki, bir müsəlman ola, yəni deyək ki, mən müsəlmanam və sonra deyək ki, mənim məslərim, mənbəm Quran deyil. Mümkündür bu? Mümkün deyil. Biz zahirən danışırıq. Zahirən. Amma həqiqətdə belədir. Çox təəssüflər olsun. Həqiqətdə belədir. Yəni təsəvvürlə bu dinin mənbəyi Quran və sünnədir deyən hansısa məsələn, tutaq ki, Razini götür, Əşari alimlərindən. Desən, deyəcək, bəli, dinin mənbəyi Quran və sünnədir. Zahirdə bunu deyəcək. Amma həqiqətə gələndə nə deyir? Deyir ki, Quran və sünnənin zahiri insan zəlalətə aparır. Və başqa yerdə deyir ki, yəni insan Quran və sünnəsiz də haqqı tapa bilər. Hətta bəzi ateistlər Razinin bəzi sözlərindən elə başa düşüblər ki, Razi əslində deist olur. O dərəcədə. Yəni Allaha iman edir. Amma Quran və sünnəni o qədər işləksiz səviyyəyə salıblar ki, yəni artıq sanki insanın doğru yolu tapması üçün dinə ehtiyac yoxdur da. Deizm bu deyil. Deizmin məqsədi nədir? Allaha iman edirəm, amma vəhyə ehtiyac yoxdur. Elçiyə ehtiyac yoxdur. Təbii ki, Razi bunu deməyib. Yəni bu mənada deməyib, amma sözləri elə bərbaddır ki, hətta sözlərindən bu başa düşülə bilir. Allah qorusun. Amma hər bir halda, ona görə görsən, adətən zahirdə də olsa, heç bir özünə müsəlmanam deyən deməz ki, mən Quranı qəbul etmirəm və sünnəni qəbul etmirəm. İndi hədis inkarçılarına çıxsaq, hansılar ki, onlar sünnəni tamamilə inkar edirlər, onlar əslən bu ümmətdən sayılmırlar. Çünki Quranilər növbə-növdür də. Quranlərin o növü ki, sünnəni tamamilə inkar edirlər. Yəni sünnəsiz Quran, yəni sünnəsiz din, yəni Muhammedur Rasulullahsız din təqdim edirlər cəmaata. Bu dinsizliyin özüdür. Bu dinsizlik deyilsə, onda dinsizlik nədir? Aydındır. Onları çıxırıq, amma belə ümumilikdə özlərini İslama, bu ümmətə nisbət edən bütün firqələr deyirlər ki, zahirdə, biz zahirən götürürük. Quran da bizim mənbəmizdir, sünnə də bizim mənbəmizdir. Başqa cür düşünə də bilməz. Çünki mən müsəlmanam desin, la ilahə illallah Muhammed Rasulullah desin və sonra desin ki, mən Quranı və sünnəni qəbul etmirəm. Bu çox ağırlı, çox ağır bir şey. Lakin əhl-i sünnənin, hədis əhlinin, əsər əhlinin onlardan fərqi əsas bunda deyil. Əsas nədədir? Quran və sünnəni necə başa düşəcək? Əsas məsələ bundadır. Yəni, mücərrəd olaraq Quran və sünnəyə qaytarsaq məsələni, bununla hidayət yolu, haqq yol, bununla mücərrəd olaraq Quran və sünnə ilə təyin olunmur. Bunu kim deyir? Əli, vəli? Yox. Bunu Quran özü deyir. Mesela Allah Quranda buyurur ki, adi bir misal. Huvellezî enzele aleykel kitâbe minhu âyâtun muhkemât. Hunne ummul kitab ve ukhra muteşâbihât. Bu kitabı sənə nazil edən, Qur'anı sənə nazil edən Allah, bu kitabda əksər ayələr möhkəmdir. Və onlar kitabın nəyidir? Anasıdır, əsasıdır. Qul huvallahu əhəd. Deyir ki, Allah təkdir. Möhkəm ayədir. Yəni bu ayəni başa düşmək üçün başqa bir şeyə ehtiyac var? Yoxdur. Və uxar mütəşabihət. Və Qur'anda olan digər ayələr isə nədir? Mütəşabihdir. Yəni o ayələri başa düşmək üçün
digər dəlillərə nəyin var? Ehtiyacın var. Deməli, Quran özü dedi ki, Quranda olan bütün ayələr möhkəm deyil. Quranda elə ayələr var ki, onlar nədir? Mütəşabihdir. Və sonra ayənin davamına bax. فَأَمَّا فِي قُلُوبِهِمْ زَيْغٌ Qəliblərində zeyğ olanlar, bidət əhlinə işarədir ya. Qəliblərində zeyğ, əyrilik, xəstəlik olanlar və fəsad, fitnə axtaranlar o mütəşabih ayələrin dalınca düşərlər. Onun təvilinə gedərlər, möhkəm ayələri buraxır. Yəni belə baxanda, indi sual verirəm. Allahın bu ayədə zeyğ əhli kimi dediyi, necə zeyğ? Fi qulubihim. İnsanın təməli nədir? Qəlb deyil. Əsas o deyil. Allah Resulü Aleyhisselatü Vesselam demir mi ki, o salamat olanda hər şey salamat olur. O xarab olsa hər şey xarab olur. Və həmin qəlbdən gedir söhbət. Ayədə gəlir ki, فَأَمَّا الَّذ۪ينَ ف۪ي قُلُوبِهِمْ زَيْغ Qəlblərində əyrilik, xəstəlik olanlar nə edirlər? Qur'anın mütəşabih ayələrinə tabi olarlar ya yox. Nəyə tabi olarlar? Ağıllarına, nəfslərinə, yoxsa ayəyə? Yox, zahirən. Yox, ayəyə. Ayəyə. Deməli, Qur'ana zahirən, ayəyə tabi olmaq insanı zeyğ əhli olmaqdan qurtarmadı. Bura gətirmək istəyirəm. Başa düşdünüz? Şahid yeri hardadır? Çünki ayədə gəlmədi ki, فَأَمَّا الَّذ۪ينَ ف۪ي قُلُوبِهِمْ زَيْغ Qəlblərində zeyğ olanlar o kəslər ki, Qur'andan üz döndərirlər. Yox, belə ayələr də var, amma söhbət burada ondan getmir. Söhbət burada ondan gedir ki, söhbət burada o kəslərdən gedir ki, onlar Qur'an əhlidirlər. Yəni, Qur'anın mütəşabih ayələrinə kim tabi olar? O kəslər ki, Qur'ana iman edir, onu oxuyur və sonra onun hansısa dəlillərindən, ayələrindən dəlil gətirir. Yəni, söhbət bu ayədə Qur'an əhlindən gedir. Qur'ana iman edən, Qur'ana tabi deyən. Lakin onların Qur'ana bu tabiçilikləri onları qurtardı zeyğ əhli olmaqdan yox. Fikir verirsiniz. Deməli, mücərrəd olaraq hətta Qur'an və sünnəyə tabiçilik bu kifayət eləmir. Əsas məsələ nədir? Əhl-i sünnəni digər firqələrdən ayıran əsas məsələ sələfin mənhəcidir. Sələfin mənhəci. Sələf, yəni ilk dönəm sahabələr, tabiinlər və onların ardınca gələn hidayət imamları, yəni bu ümmətin ilk nəsli. Əhl-i sünnə vəl cəmanın əqidə əsaslarından ən əsası birisi elə budur ki, ona görə fikir verin, çox əqidə kitabları adətən bu məsələ ilə başlayır. Sünnəyə və sələfin fəhminə tabiçiliklə. Və sonra başlayır digər əqidə məsələləri. Çünki təməl düzgün qoyulandan sonra onun üzərində artıq digər məsələləri bina edə bilirsən. Və bu bizi digərlərindən ayıran əsas meyar budur ki, Qur'anı və sünnəni sələfin fəhmi ilə götürmək. Və ona görə müasir məsələn dönəmdə nə deyilir? Deyilir ki, sələfi, sələfiyyə, sələfilik. Bəzilərinə bu ad xoş gəlməsə belə. Bu adda bir şey yoxdur. Yəni adın özündə ümumiyyətlə əhl-i sünnənin bu adları ki var, bu adlar nisbidir. Zamana görə, məkana görə, yerə görə dəyişə bilir. Bu nisbidir. Əsas nədir? O adların dəlalət elədiyi həqiqət. O həqiqət birdir. Ona görə elə yer olub ki, orada əhl-i sünnə deyilib, əhl-i sünnə. Elə yer var orada deyilib ki, əhlül cəmaə, cəmaat əhli. Elə yer olub orada deyiblər ki, əhl-i sünnə vəl cəmaə. Əhlül hədis, əhlül əsar. Elə yer olub ki, orada əhl-i sünnə qərib olub. Orada əhl-i sünnə deyiblər, xurabə, qəriblər. Aydındır. Və bu dönəmdə də daha çox sələfiyyə adı, sələfilik adı, termini daha çox məşhur olub. O da səbəb nədir? Səbəb odur ki, çünki özlərini əhl-i sünnətə nisbət edənlər çoxdur. Yəni, mən deyirəm ki, mən əhl-i sünnəyəm. Bir bidətçi çıxır, o da deyir ki, mən də əhl-i sünnəyəm. Yaxşı, məni ondan ayıran nədir? Fərq nədir aramızda? Fərq budur, nə? Sələfin fəhmi. Ona görə o məcburən mənə nə deyir? Heç mən deməsəm nə deyir? Sələfi. O Şeyx Albani, rahməhullah ilə birinin barədə bir mübahisəsi yaranır. Və o mübahisə edən İmam Albaniyə deyir ki, Şeyx, olmazmı ki biz deməyək sələfi? İmam da deyir ki, yaxşı, nə deyək? Deyir ki, deyək əhl-ül Qur'an, əhl-ül sünnə və muslim, mümin, müsəlman, yəni deməyək də sələfi. İmam rahmanullah deyir, tamam,
Onda deyir, mən sənə sual verirəm. Sənin qəbul etdiyin İslam nədir yəni? Qəbul etdiyin İslam nəyə əsaslanır? O da deyir ki, Qur'ana, Allahın kitabına. İmam Rahimullah deyir ki, tamam, o zaman sənin İslamınla o digərləri ki var, zəlalət əhli, hansı ki sən də ondan zəlalət əhli sayırsan, onların İslamı arasında fərq nədir? Yəni, özünü İslama nisbət edən elə bir firqə kəs varmı ki, desin, mən Qur'ana iman etmirəm? Yəni, Qur'ana imanda, o da sənin həmrəydir də. Bu, İmam Albani ilə bu məsələni mübahisə edən, müzakirə edən məcbur olur, mən müxtəsər nəql edirəm, bu yazılıb, səsli olaraq yazılıb bu. Məcbur olur, biraz artırır, əlavə edir və deyir ki, şeyx, onda gəl biz belə deyək də, deyək ki, biz Qur'ana və sünnəyə tabi olan müsəlmanlarıq. Belə bir cümlə. İmam Rahiməhullah da yenə də qəribsiyir. Deyir, sən elə bir müsəlman görmüsənmi ki, desin, mən müsəlmanam, Qur'anı qəbul edib Peyğəmbər rədd edən. O adam ki, la ilahə illallah Muhammed Rasulullah şəhadətini dilinə gətirən adamdır, buna etiqad edən. Yəni, mümkündürmü bu? Bu da təbii ki, deyir, yox. Çünki yoxdur axı belə bir firqə ki, Qur'aniləri bayaq dediyim kimi çıxsaq, desin ki, mən Qur'anla gedib sünnəni rədd edən adamım. İndi həqiqətdə sünnəyə əməl edir, etmini qoyduq. Ən azından zahirən dildə, iddia olaraq. Bu mübahisə edən də məcbur olub, biraz da əlavə edir. Deyir, tamam, onda biz belə deyək. Deyək ki, biz Qur'ana, sünnəyə, sahabələrin, tabiinlərin, sələfin fəhmi ilə tabi olan müsəlmanları, İmam Rahimullah da deyir ki, Allah sənə rəhm eləsin. Daha qısacası deyilən ki, mən sələfiyəm də. Bu boyda uzadırsan, biri səndən gəlib soruşanda ki, sən kimsən, nəsən, durub ona hekayə nağıl danışası deyilsən ki, və sonra Şeyx Rahimullah'a başa salır ki, bu sözdə qəribsənəsi bir şey yoxdur. Aydındır. Çünki sələfilik, ya əhl-i sünnə, əhl-ül əthar, bu bir firqə deyil axı. Bu firqə deyil. Bu misalı həmişə mən verirəm. Elə bil ki, bir ağ kağızdır, məsələn, ağ kağız. Ağappaq bir kağız. Bu kağızı ver. Belə. Məsələn, bir kağızdır da, belə götürək. Məsələn, ağ kağızdır. Belə nəzərdə tutun ki, bu İslamın özüdür. Allahın dinidir. Ağappaq. Yəni, heç bir ləkə yoxdur. Və necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında da din bu idi. Sələfin dönəmində, sahabə dönəmində. İslam bu idi. Ağappaq. Heç bir ləkə yoxdur. Bidətlər hələm çıxmayıb ortaya. Əqidədə, əməldə, ibadətdə. Hələm xavariclər peyda olmuyor. Qədərlər peyda olmuyor. Sufi təriqətləri, şiyələr, mu'təzilə, murciyə, bunlar peyda olmayıb hələm. Ağappaq. Və bir gün gəldi ki, xavariclər peyda oldu. Hələm sahabələr sağ idi. Bir gün gəldi ki, qədərlər peyda oldu. Hələm sahabələr sağ idi, İbn Ömər və digərləri. Və belə-belə başladı bu ağ yerə ləkələr düşməyə. Tutaq ki, qırmızı, sarı, göy, qara, yaşıl, narıncı boyandı. Necə ki, hədisdə gəlmişdi ki, sizdən öncəki ümmətlər, xristiyanlar 71 firqəyə, 72 firqəyə, bu ümmət isə 73 firqəyə. Burada söhbət rəqəmdən gedir. Yəni, sizdən öncəkilər nə qədər firqəyə bölünəcəksiniz, siz onlardan çox firqəyə bölünəcəksiniz. Biri istisna, hamısı ortadır. Və belə də oldu. Başladı bu ağ kağız, pak din ləkələnməyə, o bidətlərlə, o xurafatlarla, batil əqidə və əməllərlə. Düzdürmü? Və belə fərz edin ki, bu kağızı, ağ kağızı bu cür ləkələdik. Ortada bir yer qalıb. Hansı ki, ləkələnməyən. Şirkdən, bidətlərdən uzaq. La ilahə illallahın da tələbi yerindədir, tohid. Muhammed Rasulullahın da tələbi yerindədir, sünnəyə tabiçilik. Ləkələnməyib. İndi o ləkələnməmiş yeri mən kiməsə göstərsəm, bu boyda rənglərin içində, arasında, desəm ki, bu nə rəngdir? Cavab nə olacaq? Ağ rəng. Amma həqiqətdə bu rəngdir, yoxsa kağızın özü. Həqiqətdə bu İslamın özüdür. Lakin digər firqələr ortaya çıxdığına görə, bu batil firqələr, batil təriqətlər ortaya çıxdığına görə əhl-i sünnə də onların müqabilində məcburan bir məzhəb kimi görünməyə başlayıb. Bu həmin rəng misalı. Çünki kimə desən ki, bu nə rəngdir? Hətta sual verənin özü belə deyəcək ki, ağ. Amma bu rəng deyil. Yəni, qıraqdan kimsə gəlib bura rəng qatmayıb. Bu kağızın özüdür. Kağızın özü ağ rəngdir. Qıraqdan rəng qatılmır. Bəli, olduğu kimi qalır.
Lakin digər rənglərə münasibətdə o da ayrılıqda bir rəng kimi görünür. Əhl-Sünnə də belədir. O digər firqələrə nisbətdə firqə kimi görünür. Yoxsa sələfiyyə deyəndə bu hansısa bir firqə, məzhəb, hizb, partiya, dəstə deyil. Aydındır. İslamın özüdür. Və bu adlar da nisbidir. Bəzi elə vaxt olub ki, kəlam əhlinin yaygın olduğu, bol olduğu yer olub. Kəlam əhlinin müqabilində əhl-i-sünnəyə deyilir ki, əhlül əfər, əsər əhli. Kəlamın ziddinə. Yəni onlar kəlama yox, əsərə tabidirlər. Elə yer olub ki, orada ağıl, rəy, əhli çox olub. Onun müqabilində o yerdə yaşayan əhl-i-sünnəyə nə deyilir? Əhlül hədis, hədis əhli. Rəyin müqabilində. Və bu cür. Bizim dönəmdə də özünü əhl-i-sünnətə nisbət edənlər, lakin həqiqətdə əhl-i-sünnənin mənhəcindən, əqidəsindən uzaq olan insanlar, firqələr, tayfalar çox olduğuna görə həqiqi əhl-i-sünnə də onların müqabilində nə adlanır? Sələfiyyə. Yəni Quran və sünnəni sələfin fəhmi ilə götürənlər. Həm də əslində bu sələfiyyə anlayışı, baxın, bu əslində yeni anlayış da deyil. Bu əhl-i-sünnənin elə özəyidir. Adi bir misal deyim, çox uzağı getmədən. Çox sadə bir misal. Deyəndə ki, əhl-i-sünnə həm də nə deyilir? Məşhur olan ad. Əhsən. Əhl-i-sünnə vəl-cəmaə. Belə deyilir, deyilmir. Bunu bizə müvafiq olan və müxalif olanlar da belə demirmi? Tarixən əhl-i-sünnə vəl-cəmaə. Tutaq ki, sən sələfiyyə adını qəbul eləmə, hədis əhli əsər. Amma bunu hamı qəbul edir, əhl-i-sünnə vəl-cəmaə. Mənası nədir? Yəni sünnət və cəmaat əhli. İndi gəl bunu ayıraq. Burada iki şey var. Əhl-i-sünnə vəl-cəmaə. Sünnət əhli deyəndə nə nəzərdə tutulur? Yəni nə? Məlumdur. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətinə tabi olanlar. Məsələn, deyəndə ki, əhlül beyt, ev əhli, yəni o evdə yaşayanlar, əhlül qariyə, kənd əhli, yəni o kənddə yaşayanlar. Sən də deyirsən ki, əhl-i sünnə, sünnə əhli, yəni o sünnəni yaşayanlar. Bunu deyib durursan, yoxsa əlavə edirsən, əhl-i sünnə və cəmaə. O ikincinin üzərində danışan yoxdur, düşünən yoxdur. Əhl-i sünnə deyib dururlar. Davamı da var axı, və cəmaə. Yaxşı, sünnət əhlini başa düşdü. Sünnət əhli, sünnəti yaşayanlar. Bəs cəmaat əhli nədir? Bu cəmaat kimdir? Kənd cəmaatı? Sənin nəslin yox. Sələflər. Yəni bu ümmətin ilk cəmaatı. Yəni sən deyirsən ki, elə bil ki o bir karvandır. Mən də bu yolda o karvana qoşulmuşam. O karvan ki, o karvanın başında kim gelir? Allah Resulü, Abu Bakır, Ömer, Osman, Ali, Zübeyir, Talha, Abdurrahman ibn Of, İbn Abbas, İbn Ömer, Abu Hureyre, Said ibn Musayyib, Hasan el-Basri, Zuhri, tabiinlər, Buxari, Muslim, Əhməd, Şafii, o karvan başında gedənlərdir. Sən də deyirsən ki, mən əhlül cəmaat, sünnət və cəmaat əhliyəm. O karvana qoşulanlardanam. Sələfiyyə özü deyil. Yəni fikir ver, əhl-i sünnə vəl cəmaə. Sünnət cəmaatdan ayrıldı ya, yox. Ayrılmadı. Ona görə sələflərdən, tabiinlərdən birindən soruşurlar ki, cəmaat yəni kim? Bilirsiniz nə deyir? Deyir, yəni Abu Bakr və Ömər. Başa düşürsünüz? Yəni sahabələrin imamlarını misal gətirir. Orada söhbət Abu Bakr və Ömərdən tək getmir. Və sələfdən birinə deyəndə ki, cəmaat yəni kim? Deyir, Əhməd və Malik. Yəni deyir ki, hədis imamları. Cəmaat bunlardır. Belə əhl-i sünnə və cəmaat özü budur. Və şək yoxdur ki, bunun Quran və sünnədə kifayət qədər dəlilləri var. Və Allah Azze və Cəllə buyurur ki, Nisə surəsində ayə fikir verin. وَمَنْ يُشَاقِقُ الرَّسُولِ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى وَنُصْلِهِ جَهَنَّمَ. Kimə haqq bəlli olandan sonra Peyğəmbərə müxalif olub, möminlərin yolundan başqa bir yol tutarsa, onu getdiyi yolda buraxar və sonunda cəhənnəmə atar. Bu ayə nazil olanda, yer üzündə sahabələrdən başqa möminlər var idi ya, yox idi? Yox idi. Bu ayə nazil olanda yer üzündə möminlər yalnız Allah Resulü Aleyhisselatü Vesselam'ın əshabı idi. Və Allah Azze və Cəllə bu ayədə tək Peyğəmbərə müxalif olmağı qeyd eləmir. وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ.
Kim peyğəmbərə müxalif olub, möminlərin, özü əlifləmdə gəlir. Yəni orada müəyyən, xas, bilinən möminlər də heç əlifləm oldu, olmadı. Hətta ağılla məlumdur. Çünki ayə nazil olanda yer üzündə onlardan başqa mömin yox idi. Kim peyğəmbərə müxalif olub, möminlərin yolundan başqa bir yol tutsa, onu tutduğu yolda buraxar, tərk edər və sonunda cəhənnəmə atarıq. Yəni möminlərin yolundan başqa gedilən yolun sonu budur. Sahabələrin. Allah Azza və Cəllə Peyğəmbər sallallahu aleyhi və səlləmə müxalifətçiliyi ilə kifayətlənmədi. Və nə qədər Quranda, qardaşlar, belə ayələr var. Biz oxuyub keçirik üstündən. Məsələn, birini zikr edin Bəqərə surəsindən. Elə 1-ci cüzün axırıncı səhifəsi. فَإِنْ آمَنُوا بِمِثْلِ مَا آمَنْتُمْ بِهِ فَقَدْ اِهْتَدَوْا. Əgər onlar siz sahabələrin iman etdikləri kimi iman etsəydilər, onlar hidayətə çatardılar. فَإِنْ آمَنُوا بِمِثْلِ مَا آمَنْتُمْ بِهِ. Bu ayəni oxumusunuz. Amma ola bilsin mənasının o fərqinə varmamışsınız. Əgər onlar sizin, xitab sahabələrədir, sizin iman etdiyiniz kimi, bimithli mə əməntum bihi, məhz sizin iman etdiyiniz kimi iman etsəydilər, fəqad ihtədəv, mütləq hidayətə çatardılar. Mütləq. Və bu cür Quranda nə qədər ayələr və təkcə bunu bilin ki, baxın, Allah Azza və Cəllə buyurur ki, yenə də şəhadət nədir? Muhammed Rasulullah deyil, həmin şəhadəti zikr edir. Fikir verin. Muhammedur Rasulullah. Muhammed Allahın Rasuludur. Bəslədir? Yox. وَالَّذ۪ينَ مَعَهُ və onunla birlikdə olanlar. Əşiddəu aləl kuffar, ruhəməu beynəhum. Kafirlərə qarşı şiddətli, öz aralarında mərhəmətlidirlər. Və sonra Allah Azza və Cəllə o sahabələri vəsf edir. Əl-Fətih surəsi axırıncı ayədə. Sahabələri vəsf edir və sonra buyurur ki, bu onların İncildə olan vəsfləridir. Və Tövratda olan vəsfləri isə belədir. Və sonra onu gətirir. Yəni ayə nəyi göstərir? Ayə onu göstərir ki, Abu Bakır, Ömər, Əli, Abdurrahman, Said ibn Vaqqas, Abdullah ibn Amr, Abu Hüreyrə və digərləri yaranmamışdan qabaq Muhammed sallallahu aleyhi və səlləm yaradılmayıb. Allah Azza və Cəllə Tövratda və İncildə sahabələri vəsf edir. Ayədə açıq aydındır ki, bu onların İncildə olan vəsflərdir. Bu onların Tövratda olan vəsflərdir. Ona görə Abdullah ibn Məsud radiyallahu anh deyir ki, Allah Azza və Cəllə Rəsulunu seçdiyi kimi onun əshabını da seçib. İnsanların qəlblərinə nəzər gətirir. Bu qəlblər içərisində ən layiqli qəlbi bu risalət üçün seçib. Rəsul. Və sonra baxıb insanların qəlblərinə. Hansı qəlbi layiq bilib, o Rəsula əshab edib. Rəsul sallallahu aleyhi və səlləm seçildiyi kimi onun əshabı da seçilib. Bunda şək yoxdur. Dəlil, İbn Məsudun sözünü qoy qırağa, zikirlədiyim ayə. Tövrat və İncildə Allah Azza və Cəllə sahabələri vəsf edir. Yəni, Musanın, İsa'nın əshabı, onların Muhammedin sallallahu aleyhi və səlləmin əshabına xəbərləri var idi. Çünki onlara nazil olan kitabda onlar vəsf olunmuşdu. Və sən necə tabi olmayasan onlara və necə Qur'an və sünnəni onların fəhmi ilə götürməyəsən. Və ona görə bu ümmətdə ilk azanlara baxın. Məsələn, ən bariz nümunə xavaricləri götürür. Xavariclərin azmalarına səbəb nə oldu? Qur'andan üz çevirmələri? Yox, vallahi. Çünki onların hamısı qurra idi, Qur'an hafizləri idi və gətirdikləri dəlillər də Qur'andan idi. Bununla azdılar, azmadılar. Elə bununla da azdılar. Niyə? Sələfin fəhminə tabi olmadıqlarına görə. Çünki onların dönəmində sələf deyəndə yer üzündə olan sağ sahabələr və tabiinlər idi. وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللّٰهِ فَأُولَٰئِكَ هُمُ الْكَافِرُونَ. Bu ayəni götürüb ümməti təkfir edilər. Birinci başdan başlayıb sonra ona tabi olanlardan. Ona görə İbn Abbas radiyallahu anhu onlarla mübarizəyə, onlarla danışmağa gedəndə əsas onlara cavab verdiyi nöqtə nə oldu? Görün, onların o əsas insanın düşdüyü çox xətalar olur da. Amma o xətanın bir də var təməli. O bayaq ki, ağac misalı. O kök. Gör İbn Abbas nə deyir? Çünki İbn Abbas oraya gedəndə onlar İbn Abbasına ayələrlə danışırlar. Bir dənə ayə bu surədən, bir ayə bu surədən. Nə deyirdilər, nə etməyiblər? Hamısının dəlini Qurandan gətirirlər. Kimə İbn Abbas'a?
İbn Abbas radiyallahu anh onlara həyat dərsidir. Və onların içindən o neçə min nəfər ki dönür, elə dönən buna görə dönür. Çünki başa düşür. İbn Abbas deyir ki, mən deyir, siz deyir mənə Allahın kitabından, Qurandan dəlil gətirirsiniz. Və mən o qövmin, o cəmaatın yanından gəlirəm. Quran onlara nazil olub. Və onlardan birini də sizin içinizdə görmürəm. Yəni demək istəyir ki, Quran onlara nazil olub. Quranın şahidləri onlardılar. Abdullah bin Məsud deyir ki, mənə bir adam göstərin. Bir adam o Quran barədə sanki meydan oxuyur. Məndən daha bilici olsun və mən atma minib gedərəm onun yanına, ölənəcən ondan əl çəkmərəm. Deyir, Quranda elə bir ayə gətirib göstərə bilməzsiniz ki, o ayə hardan nazil olur? Suda mı, quruda mı, gecə mi, gündüz mü, səfərdə mi, şəhərdə mi, Məkkədə mi, Mədinədə mi, mən onu bilmiyim. İbn Abbas deyir ki, Quran bunlara nazil olub və mən o tayfanın yanından gəlirəm və onlardan birini içimizdə görmürəm. Yəni düşünən adam, aqil adam üçün, baxın, bu kifayət edir ya yox, bu kifayət edir. Yəni düşünən adam üçün, düşünə bilən adam üçün bu kifayətdir. Ki doğrudan da necə ola bilər ki, Quran bunlara nazil olub, bunlardan biri bunların içində yoxdur. Deməli, mücərrəd olaraq Qurandan dəlil gətirmək, mücərrəd olaraq sünnədən dəlil gətirmək kifayətləmir. Ta ki onu düzgün yerinə qoymadıqca, ta ki o ayələri, o hədisləri düzgün başa düşmədikcə, bunun da bir yolu var. O da sələfin, sahabələrin, tabiinlərin və hidayət əhli imamların yoluna tabi olmaqdır. Dua edirəm ki, Allah Azze ve Celle bizi bu yolda sabit etsin. Ölənəcən. Barakallahu fikum.